Xoş gəldiniz, vaxtınız xeyir, əziz dostlar. 25 avqust 2026-cı il. Bugün 20 yaşlı müharibənin 1644, ümumi müharibənin 4570-ci günüdür. Və əziz dostlar, Ukrayna müstəqilliyinin 35-ci ilinin sabahısı günüdür. Yəni dünənləri, bax elə burada, bu meydanda, bax burada Mikhaylov Qızıl örtüklü Mikhaylov Kilsəsinin həyətində, hətta görürsünüz orada, deməli o gənc insanlar keçsinlər, görərsiniz orada prezidentin adından əkilirlər. Yəni burada dövlət tədbirləri keçirildi. Ukrayna qəhrəmanı adı verildi 3-cü korpusun komandiri Briqada generalı Andrey Biletskiyə. Və buradakı tədbirlərdən sonra deməli onlarla mən deyərdim, gəlmiş Ukraynaya təbrikə gələn dövlət başçıları, baş nazirlər, prezidentlərin iştirakı ilə o tərəfdə, yəni bax görürsünüz o Safiya, Müqəddəs Safiya Saborunu, bilirsiniz orada həyətdə çoxlu kilsələr var. Deməli 1000 ilə qədər də yaşı var. Orada xüsusi tədbirlər keçirildi qonaqlarla və yeni era başladı. Mən bunu çəkinmədən belə deyirəm. Dünən axşamki efirimizdə demişdim. Demək, yeni era nədən ibarətdir? Müharibəyə və Ukrayna mübarizəsinə restart verildi. Yenidən yanaşıldı, yenidən baxıldı. O cümlədən müttəfiqlərimizin, dostlarımızın köməyi ilə bunları mən çalışaram indi bir neçə dəqiqə ərzində bir daha izah etməyə deməli çalışıram ki, izah edim. Əvvəla ilk dəfə idi ki, Ukrayna öz hərbi göstəricilərinə, hərbi bazasının, hərb bazasının ümumi desək, girişinə Böyük Britaniya üçün icazə verdi və Böyük Britaniya ilə Ukrayna yenə də, mən deyərdim ki, tarixi sənəd imzaladılar, baş nazirlə prezident, baş nazirlər. Və nədən ibarət oldu? Ondan ibarət oldu ki, Ukrayna silahlı qüvvələrinin süni zəka ilə idarə olunmasına Böyük Britaniyada qoşulur və Böyük Britaniya bütün bu xərcləri özlərinə götürdü və bildirdi ki, Britaniyanın aparıcı universitetləri bu işdə Ukrayna ilə, Ukrayna intellektualları ilə, Ukrayna elmi mərkəzləri, konstruktor büroları, hərbi sənaye kompleksi ilə birgə çalışacaqlar. Yəni bu, mən deyərdim ki, doğrudan da bir tarixi sənəd oldu. Dünən deyilənlərdən, yəni birini mən, yəni necə deyərlər, göstərilən, faktiki göstərilən. Bir də var, kularlarda söhbət. Və kularlardakı söhbətlərdən belə başa düşdük ki, belə də görsəndi ki, doğrudan da Ukrayna və bizim müttəfiqlərimiz, dostlarımız müharibənin davam etdirilməsinə və qələbə üçün restart düyməsini yenidən bastılar. Mən şəxsən belə dərk edirəm. Bax, təsəvvür edin ki, dünənləri Ukrayna müstəqilliyinin 35 illiyi həm də Rusiya hücumunun, yəni iri miqyaslı hücumdan danışıram, 4 il 6 ay tamam oldu. 24 fevral 2022-ci ildə Rusiya tərəf Ukraynaya iri miqyaslı hücum edib də, yəni bunu bilirsiniz. Və keçirilən görüşlərdən, danışdıqlarımızdan, xarici jurnalistlərlə, ekspertlərlə və yaxud nümayəndə heyətlərinin iştirakçıları ilə, mən demirəm birinci şəxslərlə, amma
inandırıram sizi elə o qədər çoxdular idilər və Ukraynaya bu mənada bilirsiniz də, yəni nə senzura yoxdur, yaxud xüsusi imkanlarım var. Yəni söhbət eləyirsən, cəmiyyət nə düşünür, nədən danışırlar? Məsələn, hansı ölkə necə baxır, nə qədər göstərici var, daha nələr etmək olar? Demək, məlum olur ki, bax mən şəxsən ola bilsin biraz bədiləşdirirəm, bəlkə məsələ gələ bilər ki, mən bunu pafosla deyirəm. Amma Ukrayna 35 yaşından müharibədə qələbəni ilk dəfə yaxından görmək olardı dünənləri. O dünənləri şəxsən mənim bütün hisslərim bundan ibarət olub. Yəni görmüşəm ki, baxmışam ki, danışmışıq, müzakirə etmişik, həm dostlarla, həm təbriklər edənlərlə, məsələn, bir neçə dəqiqə tutaq ki, söhbət eləyirsən, kim nədən nə bilir, son məlumatlar, yaxud öz çatlarımızda, öz, necə deyirlər, görüşlərimizdə və yenə də qayıdıram ki, o xarici nümayəndə heyətlərinin tərkibindəki, necə deyirlər, o gözə görünməyən, amma işləri aparan insanlarla ki, görüşürsən və şəxsən məndə yaranan təsəvvür bundan ibarətdir ki, 35 yaşında, yəni yeniyetməliyindən artıq çıxıb Ukrayna dövlətçiliyi və 35 yaşında artıq qələbənin şəxsən mən konturlarını görürəm, cizgilərini görürəm. Bu necə olacaq? Yəni, aydındır ki, ağır olacaq yenə, aydındır ki, yenə önümüzdə qış var, aydındır ki, hər dəqiqə məsələn burada yenə də hava həyəcanı siqnalları çalınır, amma əmin olun ki, cəmiyyət sınmır, cəmiyyət sınmamışdır və cəmiyyət qələbəyə doğrudan da çox səmimi inanır və onu görür. Və bəlkə də ilk dəfə idi ki, mən də dönənləri sona qədər, əlbəttə mənim qələbədə heç vaxt şübhəm olmuyor və gözəl başa düşürəm ki, keçmiş gələcəyə qalib ola bilməz. Yəni Rusiya keçmişdir, qocalmış xəstə imperiyadır və o məhvə məhkumdur. Bu bir mənalı belədir. Amma onun necə deyirlər, biri var belə ümumi bulutların, dumanın içərisində görəsən, biri də var doğrudan konkret təsəvvürlərin olar. Yəni cizgilər olar, hansısa ölçülər olar, hansısa nə bilim çərçivələr içərisində görürsən ki, bu necə baş verəcək və necə baş verir. Bax belə dostlar, yəni bunlar gözümüzün önündə baş verir, tarixi günlər yaşayırıq. Sağ olun ki, siz də bizi dəstəkləyirsiniz. Və gələn son xəbərlər tezdən, mən səhər tezdən yazmışdım. Facebookda Ruslar yenə gecədən şüvən qaldırıblar. Gecə saat 1:30-da deməli Novoşaxtinsk neft ayırma zavodu vurulub Rostov vilayətində və 2:30-da da, bir saat sonra da Afibdəki, yəni Krasnodar vilayətinin Afib neft ayırma zavodları. Yəni bunlar hələ ki gələn iki məlumatdır. Üst-üstə hesablayanda, yəni götürəndə baxanda, bu gün Ukrayna tərəf Rusiyanın təxminən fərqli rəqəmlər var dostlar. 60%-dən 74%-ə qədər neft emalı sektorunu, neft eksportunu çökdürüb. Ona görə Rusiyada vəziyyət yaxşı deyil və olmayacaq və getdikcə təbii ki pisləşəcək. Və Seytnot vəziyyətinə düşən, uduzduğunu görən və buna hiç gələnən Rusiya tərəfinin əlbəttə verəcəyi qərarlar getdikcə daha özü üçün uçuruma aparmaqdır. O cümlədən mən sizə bildirdim, dünənləri Rusiya hökumətinin demək hüquqi haqlar reyestrində Putinin yeni fərmanı deməli yazıblar. Bir sözlə Rusiya qayıdır kollektivləşməyə. Hər şey hökumətindir. Yəni istədiyi mülkiyyətdən dövlət istifadə edə bilər, o cümlədən müharibə üçün. Və bütün bunlar nə üçündür? Səfərbərliyə hazırlaşırlar. Kim səfərbərlikdən yayınarsa, əlbəttə onların bank hesablarına
mülklərinə əl qoyulacaq və bu da öz növbəsində yenə də Rusiyanın iqtisadiyyatına ağır zərbədir. Bank sisteminə ağır zərbədir, çünki insanlar bunu bildikləri üçün və hakimiyyətlərinə və hökumətlərinə inanmadıkları üçün düşünə bilən insanlar kütləvi surətdə bank sektorundan, banklardan maliyyələrini geri çəkirlər. Bir sözlə danışılası, deyiləsi məsələlər çoxdur. Gün ərzində çalışarıq, görüşək. Amma biləsiniz ki, yəni 36-cı yaşının birinci günündə doğrudan da Ukraynanın qələbəsinin cizgiləri çox aydın göstərir. Mən sizə uğurlar diləyirəm. Bir daha bildirirəm ki, bugün 25 avqust 2026-cı ildir. 20 İqaslı müharibənin 1644, ümumi müharibənin 4570-ci günüdür və hər gün bizi qələbəyə yaxınlaşdırır. Sağ olun, salamat qalın. Əziz dostlar, efirlərimizə izləyin və abunəçilə dəvət edin. Bu da bizim sizdən xahişimizdir. Sağ olun, hələlik.